Yenidən Latdafadan orijinal fake qutu açılışı edəcəyik. Bildiyiniz kimi bu məhsulların hər birinin bunların biz bildiyimiz qədər fake'ləri mövcuddur. İstənilən qiymətə satıla bilir. Və ən məşhur qutu açılışı olunmalı məhsul hamının adını eşitdiyi Latdafa Teriyaki Intensdir. Saxta və bir ədəd də orijinal. Birinci hündürlüklərinə baxaq. Hündürlüklərində heç bir fərq yoxdur. Yazılara baxaq. Bu dəfə saxtanın kuloku orijinalın kulokundan daha keyfiyyətli görsənir. Barkodlar eynidir. Saxta məhsulda əlavə olaraq QR kod var. Xətlərin keyfiyyətsizliyinə baxın. İkisində də gördüyünüz kimi artıq QR kod müasir versiyada mövcuddur. Biz çəkdiyimiz sizin üçün olan bütün videolarda bu məhsulların hər birinin saxtasına bəlli bir pul ödəyirik. Bunu axtarırıq, tapırıq və sizlər üçün çəkirik. Və bunları açmaqla da biz bu məhsulları, yəni yenidən istifadə olunacaq məhsullar deyil. Gördüyünüz kimi klokları səliqəli şəkildə yapışdırmaq üçün zırmırıq. Hamısını bir gündə zırırıq ki, bunun bizə yenidən bərpasına ehtiyacımız yoxdur. Saxta məhsulun kağızına baxdıqda bu hiss olunmur barmaqla. Bu isə hiss olunur. Burada tarixçəni tərsinə yapışıb vurublar. Burada isə bu da qeyd olunub. Şimdi isə bunu yoxlayaq. Birinci saxtanı yoxlayırıq. Çıxmadı. Yenidən bir də yoxlayaq. Çıxmadı. İndi isə digərini yoxlayaq. Gördüyünüz kimi məhsul orijinaldır. İndi isə Android telefonda yoxlayaq. Birinci saxtanı yoxlayırıq. Açaq. Açılmadı. Bir də yoxlayaq açılmağını. Açılmadı. Gördüyünüz kimi bu məhsul orijinaldır. Bu isə fake'dir.
saxta ətirlərin alınması, yəni bu göstəriş üçün də ola bilməz. Ətiri gün ərzində 1-2 dəfə istifadə olunur və ondan sonra ətir ya maşında, ya evdə, ya ofisdə qalır. Ona görə bu məhsul ucuzluq məhsul işlədək, amma orijinal işlədək. Saxta məhsulun sadəcə qoxusu da qalmır. Onun nəyinə pul verilsin, niyə istifadə olunsun? Kraskaya baxın. Tərəzinin sıfır olduğunu göstərək. Bu fake olan məhsul 664 qram. Orijinal olan məhsul 648 qram. Evet, yəni birinci qutu yoxlaması edək. Bu saxta olan az əsməsi var. Çox kobud şəkildə çıxdı. Rahat şəkildə çıxdı. Ətirin rəng tonları çox fərq edir. Yazılar fərq edir. Evdə parfum sözü burada çox böyük və oxunmaz halda yazılıb. Burada isə çox kiçikdir. Burada teriyaq sözü çox böyükdür. Lattafa sözü orijinalda aşağı hissədədir. Saxtada isə məsafəsi görülür. Bir barmaq, burada isə barmaq yerləşmir. Gördüyünüz kimi. Burada yazılar qızılıdır. Burada isə rəngi artıq solub. Qapaqlarının çəkisinə baxaq. Fake məhsulun qapağı 50 qram. Orijinal 48 qram. Qapaqların içərisinə baxaq. Saxtasında burada özünün artıq əlavələr falan var. Orijinalda isə belə bir şey yoxdur. Həmişəki kimi. Gördüyünüz kimi orijinalda rahat şəkildə çıxmır. Burada sadəcə 1-2 yerdən kley izi ilə yapışdırılır. Ətirin boyunluqları fərqlidir. Krışkanın altında olan yəqin ki budur. Buymuş. Bunu özümüz yığmış olduq. Tetris kimi. İndi qutu qapaqlar eyni oldu.
Orijinalda ortada bir xət var. Onun plasmasına yapışmasıdır yəqin ki. Ətirin hündürlüyü də var. Gördüyünüz kimi saxtası digərindən hündürdür. İndi isə birinci saxtanı vuraq. Bu isə orijinalı gördüyünüz kimi. Ətirin saxtasının qoxusu sadəcə 20-30 saniyə qala bilər. Saxta məhsullara ucuz da olsa pul verməyin.